İçki alimlərin yekdi rəyinə görə haramdır. Və Quran-Kərimdən ayəyə gəlincə, içkinin haram olmasını bildirən ayə Maidə surəsinin 90-cı ayəsidir. Uca Allah buyurur ki, ey iman gətirənlər, şübhəsiz ki, sərxoş edici içki də, qumar da, tapınmaq məqsədi ilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, şeytan içki və qumarla aranızda ədavət və kin salmaq və namaz qılmaqdan sizi demək, yayındırmaq istəyir, ayırmaq istəyir. Artıq siz bu işə son qoyacaqsınızmı? Əl-Maidə surəsi 90-cı ayə. Və burada görürük ki, Uca Allah içkini, fikir verin, həm qumarla, həm dik qoyulmuş daşlarla, yəni bütlərlə bərabər edir. Həmçinin fal oxlarıyla, yəni şeytan əməlindən olan bunlarla bərabər etdi. Və bildirdi ki, bunlar murdar şeylərdir. Və bildirdi ki, bunlardan çəkinin. Yəni bir şeyin haram olması, bəziləri deyirlər ki, Quranda içki haram deyil. Yəni Uca Allah demir ki, o haramdır. Yəni deyirlər ki, yəni Allah Taala məhz deməli idi ki, içki haram sözü işlətməli. Yox, haram sözü. Yəni deyirlər ki, Allah Taala haram sözü işlətməli. Və belə insanlara mən bildirmək istəyirəm ki, Allah Taala Qurani-Kərimdə bir şeyin haram olması üçün haram nə deməkdir? Qadağan. Haram yəni qadağan. Bir şeyin qadağan olunması üçün şərt deyil ki, məhz haram sözü işlənsin Quranda və ya hədislərdə. Məsələn, burada Allah Taala buyurdu ki, bunlardan çəkinin. Bu artıq haram olmağına dəlalət edir. Və həmçində buyurdu ki, artıq siz bu işə son qoyacaqsınızmı? Və həmçinin Allah Taala hansı günahlarla yanaşı gətirdi onu. Bəli.